الطاهرين المعصومين ولعنة الله على أعداء الله وأعدائهم أجمعين من الآن إلى يوم الدين. Allah-u Teala inşallah bu keçirdiyimiz əzadarlığa görə hər birimizə əcr inayət etsin. Allah Teala bu əzadarlığı hər birimizdən qəbul etsin və bu böyük bir ilahi lütfdir, növbəti Aşura mərasiminin keçirilməsi. Bildiyimiz kimi bu günləri dünyanın bir çox yerlərində və həmçinin ölkəmizin əksər yerlərində Aşura mərasimi keçirilir. Aşura Məhərrəm ayının 10-cu günü deməkdir. Aşura haqqın qələbəsi deməkdir. Aşura azad insanlar günü deməkdir. Aşura İzzetli insanlar günü deməkdir. Aşura şəhidlər günü deməkdir. Bu günləri təkcə Kərbəla şəhidləri deyil, ölkəmizin vətən uğrunda, müstəqilliyimiz uğrunda və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi yad olunur. Bu günləri biz qürur duyuruq, bugün biz fəxr edirik. 44 günlük müharibədə şəhidlərimiz İmam Hüseyin əleyhissalam Həzrət Abbasın adını tutaraq 30 ildən çox işğalda olmuş torpaqlarımızı azad etdilər. Bugün biz o şəhidlərimizlə qürur duyuruq, fəxr edirik və bu günləri Allah Teala'dan arzu edirik ki, Allah Teala gənclərimizi, cavanlarımızı o şəhidlərimiz kimi şücaətli, qeyrətli və cəsarətli qərar versin. Bugün bizim Kərbəla hadisəsində öyrəndiyimiz bir sıra məqamlar var. O həmin məqamlar ondan ibarətdir ki, 1400 il keçməsinə baxmayaraq, 70 il Sovet dövrünün təsiri altında olmasına baxmayaraq, bu günləri yenə bu xalq öz milli mənəvi dəyərlərinə sahibdir, varisdir. Bu günləri Kərbəla hadisəsində biz öyrənirik ki, Quran-ı Kərimdə Allah Teala buyurur, Kəm min fiyyətin qalilətin qaləbət fiyyətin kəthirə. Nə qədər az dəstələr olub ki, çox dəstələrə qalib gəliblər. Və bu günləri həmin o az dəstənin qələbəsi günüdür. Bəziləri iddia etdilər ki, İmam Hüseyin hakimiyyət üçün qalxdı. Xeyr, İmam Hüseyin əleyhissalam hakimiyyət üçün qalxmadı. İmam Hüseyin əleyhissalam babası Peyğəmbərin dilində, babası Peyğəmbərin dinində olan saxtakarları ifşa etmək üçün qalxdı. İmam Hüseyin əleyhissalam İslam dininin nə qədər təhrifə uymalarına, uğdurmalarına göstərdi. Və bu günləri İmam Hüseyin əleyhissalam bir azadlıq məktəbi qoydu, hürriyyət məktəbi qoydu. Və biz İmam Hüseyin əleyhissalam kimi yüksək şəxsiyyətləri tanımağımızla Allah Teala'ya həmd-i sənalar edirik. Bu günləri Kərbəla hadisəsinə diqqət etdiyimiz zaman Allah Teala Quran-ı Kərimdə şəhidlər barəsində buyurur, şəhidlərə ölü deməyin, bəl əhyəun, əksinə onlar diridirlər və Allah yanında ruzilərdən istifadə edirlər. Bugün şəhidlərin diriliyinin bir nümunəsi odur ki, bu günləri o şəhidlərin adları zikr olunur. Bugün qəsəbəmizdə nə qədər şəhidlərimiz olub və məscidimizin olduğu küçə şəhid İmran Qurbanovun adındadır. Həmin şəhid ki, məscidimizin qonşuluğunda olur. Və bu günləri biz hər
məclisimizdə hər şəhidləri yad etdiyimiz zaman vətənimizin uğrunda canlarını fəda edən şəhidləri də yad edirik. Və qeyd etmək istəyirəm ki, İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsi bizə çox tanış, çox yaxın mövzudur. Əgər şəhidlər dediyimiz zaman öz şəhidlərimiz, əsirlər dediyimiz zaman Xocalı faciəsində əsir olan ana bacılarımız, qız gəlinlərimiz gözümüzün önünə gəlir. Və İmam Hüseyn əleyhissalamın kəlamı yadımıza düşür. İmam Hüseyn əleyhissalam buyurur, mənim üçün iki yoldan başqa bir yol qoymadılar. Ya alçaq və şərəfsiz insanlara itaət etmək, ya da qılıncı götürmək. İmam Hüseyn əleyhissalam buyurdu ki, alçaq və şərəfsiz insanlarla yaşamaq, azad və izzətli şəhid olmaqdan mənim üçün şəhid olmaq daha üstündür. İmam Hüseyn əleyhissalam buyurdu, heyhat min nəzzillə. Həqiqətən biz Kərbəla faciəsində gördüyümüz bu hadisələr, oxuduğumuz tarixi incəliklər onu göstərir ki, düşmən çox zalım, düşmən çox təcavüzkar olub. İmam Hüseyn əleyhissalam 6 aylıq körpəsi Əli Əsqəri düşmənlərə göstərdiyi zaman siz mənimlə düşmənçilik edirsiniz, bu 6 aylıq uşağın günahı nedir dediyi zaman düşmən 6 aylıq körpənin boğazına oxu sancır. Bugün Kərbəladan bir nida gəlir. Bugün Kərbəladan bir səs gəlir. O İmam Hüseyn əleyhissalamın səsidir. İmam Hüseyn əleyhissalam Kərbəlada buyururdu, həl min nasirin yənsuruni, bir kömək edən yoxdur ki, mənə kömək etsin. Bu günləri minlərlə, milyonlarla insanlar İmam Hüseyn əleyhissalamın ətrafına toplaşaraq Ləbbeykə ya Hüseyn deyir. Ey Hüseyn, biz hazırıq, biz səninlə birlikdəyik. Düzdür, biz o zaman sənin yanında olmamışıq. Amma bu günləri bizim əqidəmiz, bizim amalımız, bizim hədəfimiz, bizim inancımız sənsən. Və İmam Hüseyn əleyhissalam Kərbəlada ən son şəhid olanlardandır. İmam Hüseyn əleyhissalam döyüş meydanına getməyə hazırlaşır. Və döyüş meydanına getmək ərəfəsində anası Fatimə-i Zəhranın onun üçün hazırladığı köynəyi əyninə geyinir. Hamı ilə vidalaşır. Bacısı Zeynəblə vidalaşır. Həzrəti Zeynəb bu cür deyir. Məhlən məhla, yəbnə Zəhra, ey anam oğlu, ayaq saxla. İmam Hüseyn əleyhissalam ətrafında olan insanlarla vidalaşmaq İmam Hüseyn əleyhissalam üçün çox çətin idi. Tarixdə qeyd